Viva ayaqqabı mağazasındayıq. Nərimanovda yerləşən mağazadayıq və bugün burada olan bu gözəllik məni çox cəlb elədi. Çünki ən gözəl ayaqqabıları mən bu günləri, yeni modelləri məhz xüsusilə Viva mağazasında gördüm. Bu dəqiqələrdə mən Sevinç xanımı çağıracağım. Sevinç xanım, xoş gördük. Hoş gəlmisiniz Viva ayaqqabı evinə. Bu Türkiyənin. Türkiyənidir. Bəli, Türkiyənin istehsalıdır. Fioretti firmasıdır. Təmiz zamuşadır, içi də dəridir. Swarovski qaşlarla bəzədilmişdir. Neçə firma ilə işləyirsiniz? Bir çox brendlərlə işləyirsiniz. 50-yə yaxın firma ilə işləyirik. Bəli. Artıq öz sözün demiş bir firmadır, əziz tamaşaçılar. Keyfiyyətli mallardır, çox gözəl firmalardır. Fabrik ayaqqabılarıdır. Çünki ən belə deyək, ən gözəl, ən seçimli, sevimli brend ayaqqabılar demək olar ki, fabrik ayaqqabılarıdır. Türkiyənin fabrik ayaqqabıları bax burdadır. Viva tək deyil. Viva mənə elə gəlir şəhərdə başqa bir yer. Bura Nərimanovdur. Bəli, bura Nərimanovdur. Sahil metrosunun yanında da var Viva ayaqqabı evi. Burada da yeni kolleksiyamız var. Var, yeni kolleksiyamız da var. Endirimdə olan mallarımız da var. Endirimə nə aiddir mən demək istəyirəm xanımlar. Bütün yay kolleksiyamıza burada 70% endirim var. Qısa boğazlı çəkmələrimiz var. Onlar da rahat modellərdir. Fərqli dabanlar var. Fərqli dabanlardır. Bəli, əslində qalın dabanlar bu dəbdədir. Rahatçılığı da çox gözəldir. Ən əsas odur ki, ayaqqabının içi dəri olanda çox rahat olur. Qəlblərdə bunlar rahatdır. Buna baxanda deyirik ki, çox uca dabandır. Dabanı çox ucadır. Amma bu belə deyil. Bunu geyinərkən o qədər rahatdır ki, həm adamın boyu yaxşı görünür, həm yerişi gözəl olur. Qarşısındakı platforma bəli, icazə vermir ki, ayaq yorulsun. Çox rahatdır. Artıq Azərbaycanda Viva, İzabel və sevimli ayaqqabı 28 mayda mən o günü ora Milli Bankın yanına keçərkən, yəni sevimli ayaqqabı gördüm və girdim mağazaya. O qədər gözəl aldım. Yəni gözəl bir çəkmə də almışam. Mənim də çəkməmi görə bilərsiniz. Odur ki, bax bu gözəl çəkmənin donuma uyğunlaşdırmışam. Sevimli ayaqqabıdan almışam. Can sağlığına geyinin. Bəli, çox gözəl modellərimiz var. Çox keyfiyyətli mallarımız var. Ən əsas odur ki, rəngbərəng seçimlərimiz var. Sevinç xanım, burada birinci mərtəbədir və burada bəylər üçün ayaqqabılarımız var. Ülvi, xoş gördük. Salam, xoş gəlmisiniz Lamiyə xanım. Çox təşəkkür edirəm. Nələr təklif edirsən bizim bəylərimizə? Bildiyiniz kimi Viva ayaqqabı evi artıq 17 ildir ki, şəhərimizin mərkəz nöqtələrində fəaliyyət göstərir. Fəaliyyətimiz müştərilərin zövqünə, tələblərə və fəsillərə uyğun təmin etməkdir. Hal-hazırda bizdə yeni kolleksiyalardan ilin seçilmiş modellərindən biri, ən gözəl modellərdən biri olan Franco Burey firmasıdır. Bunun alt hissəsi neolitdən, üst hissəsi təmiz dərdən hazırlanıbdır. Qəhvə rəngi modelimiz var. Üst hissəsi zamuşla, yan tərəfləri təmiz dərdən hazırlanmış modeldir. Yəni sezon modeldir. Bunu payız aylarında geyinə bilərlər. Free to be myself, free to need some time, free to need some help. So I'm reaching Ülvi, qara ayaqqabıya daha çox tələbat var? Bəli, hal-hazırda qara ayaqqabıya, klassik ayaqqabılara tələbat çoxdur. Bu da Danalia firmasıdır. Hər yan tərəfləri təmiz dəri ilə, üst hissəsi lazerli işləmə ilə, bəli, lazerli işləmələrdir. Baxın, gözəl modeldir. Yəni belə model xoşlayanlar təklif buyurub baxa bilərlər. Bu da Danalia firmasıdır. Klassik tiplidir. Yəni bəylərimiz təşrif buyurub buna da baxa bilər. Bu da Danalia firmasıdır. Karismi rəngdədir. Gözəl modeldir. Gənclər üçün idman üslubu. Buyurun. Bu modelləri göstərim. Bəli, gözəl modeldir. Bossini firmasıdır. Yəni üst hissəsi nabukdan hazırlanıb, dərinin çevrilmiş üzüdür. İçərisi də təmiz dərdəndir. Payız aylarında idman üslubu geyinmək istəyənlər bundan təşrif buyurub baxa bilərlər. Bu da nabukdan hazırlanıbdır. İç hissəsi pambıqdandır. Yəni çöl hissəsi dərini çevirir, ayağı yumşaq saxlayır, incitmir.
yəni idman üslubunda, yəni cinslə, ondan sport stili geyinmək istəyənlər təşrif buyurub baxa bilərlər. I never forget you, baby. I don't wanna let your memory, baby, go. Oh, it's sad, I know. Əllərimiz adətən bizə makazinə üstünlük verirlər, yəni makazin xoşlayırlar. Yəni bu makazin də yumşaq dərdən hazırlanıbdır. Yəni gündəlik geyimdə istifadə edirlər. Klassika firmasıdır, gözəl firmadır. Yəni təşrif buyurub baxa bilərlər. Adətən alçaq taban yəni xoşlayırlar indi hal-hazırda. Yəni alçaq tabandır, təmiz dərdəndir, rahat. Yəni təşrif buyurub baxa bilərlər. Ülvi, bu da uşaqlar üçün də ayaqqabılar. Bəli, burada uşaqlar üçün də ayaqqabılar var. Yəni az yaşlı uşaqlarımız bəli ortopedikdir. Yəni təmiz dərdən hazırlanıbdır. Yəni uşaqların götürüb gəlib buradan ala bilərlər. Yəni gözəl modellərdir, sport stilli, plastik tipli modellərimiz var. Sadəcə mən müştərilərimizə demək istəyirəm ki, seçim sizdən, keyfiyyət bizdən. Təşrif buyurub baxa bilərsiniz.